kızlar, ben yine yollardayım. Gedirəm bacışkalarla görüşə. Uzun müddət sonra onlarla da yenə uzun müddət sonra axır ki şeytanın bacağını kırıb biz Zavtırka getdik. Yəni görüşmək yox, yəni çöldə görüşmək, Zavtırka getmək. Mənası da uzun müddət sonradır. Yenə də mən kameraya baxıram, pardon. Belə gedim çatım. Oradan da devam edəcəm çəkilişim. Pərdəyəm. Amma bilmirəm restoran haradadır. Görək. Görək. Gedək görək haradadır bu restoran. Deyəsən tapdıq. Hadi gəlirəm. Görək. Necə olacaq? Oradan da boyun görüşük. Gittik. Ya Allah. Xanımlar da gəldilər axır ki. Hazırlaşır ama çəkilişə. Hə? Deyirəm hazırlaşır ama çəkilişə. Nərminə tripodunu çıxartdı qoydu ora. Əlimdəyində. Uşaqsız gələndə Zümrüd. Viş yox, bir dənə balaca sumka. Getdik indi yemək götürməyə. Yenə də mən, yenə də hörüklüyəm. Ay Allah, saçımı açacağım, yox. Birazdan video çəkəndə açacağım. Maç eləyib məni. Burada açıq büfedir, şvedski stol deyirlər, hə? Görək nələr var, nələr buralarda. Kəsərsən qabağını onda. Bir, nə deyirlər buna? Bir boş qapı hələ masadadır. Mən bu ilə doymaram. Yeməyə başlaya bilərik, Nərmin. Başqa da bu. Açıq büfedə belə estetika arayışında olanlar. Sağ ol. Gələ bilən bir tarifə gətirərəm. Nə var? Aynı stol çək, seçdiklərim. Ay, dur, yeməyə olur, baxın qarşıdım. Stol çəkmədim. Bu da stolumuzun son halı. Abjuralar yığılmışıq. Abjura nədir? Görməmiş yox. Və yemək şöləni başladı. Burada bəlli bir yaşdan uşaqlara da müəyyən ödəniş aldıqları üçün uşaqların yaşlarını soruşurlar. 1 yaş 11. Allah sağ olsun. Çok sağ ol. Ad gəlmişik. Dəqiq bugün Paşanın 11 ay tamamı var. Aferin. Sizin oğlunuzun 11 aylıqdır. İnşallah. Nəsil böyüdü. Sizi videoda görmüştüm. Hatta sen bizim uşaqlarla yaşı dolar 1 yaş yarım ve 2 yaş belə. Videoda elə görmüşlər. Misal üçün Həyatda göstərdiyiniz nə balaca? qaşın qucağıma götürdüm. Vay, nə olurdu? Oğlanlar axı qızlara nisbətən ağır olurlar. Tamam, başqa olurlar qızlara görə. Sizcə də oğlan uşaqları qız uşaqlarından fərqlidirmi? Yəni körpəliyindən söhbət gedir, daha ağır, daha hərəkətli. Məncə elədir. Biz ilk Nübarı görmüşük. Nübar o qədər minnoş, balaca, sakit, yəni o qədər uyumlu uşaq idi ki, elə bilirdik ki, yəni uşaqlar hamısı elə oldu. Sonra artıq hamımız oğlan uşağı gerçəyi ilə rastlaşdıq və uşaqların hamısının heç də eyni olmadığını dərk elədik. Bəs siz bu fərqi hiss eləmisinizmi heç? Hələ mənim yemək yeməyimə baxın. Video editlədikcə özümə baxıb biraz da acıyıram. Heç qıraqdan özümü belə görməmişdim yemək yeyəndə. Çox iştahla yeyirəm. Gərək qabaq tökməyə bir qab götürərdim. Mən uşaqsızam. Ona görə də... Sizin də başqa yoldaşınızın yanında qaldı? Yox, babasıyla nənəsinin.
Qaynanla qaynatan. Dedim ki halaldır. Razılaşıb Yox, su da qalır. Belə də desəydim də evdə olsaydı qalacaqdı. pampersi dəyişmək. Dəyişir, altını yuyur, təmizləyir, yemək verir. Sən dəyişik pampersdən. İşim. Mənim yoldaşım apar, gətir, nə bilim, sular şey hazırlar. Amma uşağa yox. Bu da o heç pampers dəyişir. Bir çarpmağa çıxardır, amma xarş edir. Deyirəm, baba, səndə nə belə gəlir, də böyle çıxmaq. İrənç deyə görə yox. Deyir ki, mən bunu eləyə bilmirəm də, yəni mənə tapşırmır. Eləyə bilmirlər, yox, eləmək istəmirlər. Yəni hərdə evin işini məsələn, nəsə bir iş olar. Çünki Onda başqa bilirlər ki- insanı, yəni işçi çağırar, elətdirər. Bəs bu mövzu sizdə necədir? Yoldaşlarınız uşaq baxmağa kömək eləyirmi? Məncə bütün atalar uşaqlarına baxmağı öyrənməlidirlər. Daha doğrusu öyrənməkdən əlavə uşaqlara baxmalıdırlar. Biz nə qədər anasıyıqsa uşağın, onlar da atasıdır. Yəni bu çox normal haldır. Uşağı ataya əmanət edib gedə bilməliyik. Necə ki onlar əmindirlər ki, biz rahat baxırıq uşağa, onlar da baxmalıdırlar. Yemək, yemək, yenə də yemək. Bir dənə kalbin kaynağı çıxıyor. Bunun qabağında. Qız uşaqdır, uşaq, nə bilim, oğlan. Baxır buna belə. Bir məcburən verirlər buna. Ki, başını gözünü sadaxatlayacaq. Verirlər buna, bu da götürüb sürür, dəvəsi malı kimi. Mən də arxasından gətirirəm. Deyirəm, gəlsəm arxasından. Bunu buna batırdılar, hər şey yerlər. Gedib böyük oğlan, nə bilim, tələbətlər. Komandada çıxır. Məsələn, 10 nəfər orada voleybol oxuyuşma verirlər. Bu gedir topla bir yerdə oynayır. Mən də bir topla onlara verirəm. Dəyişik. Yenə yeməyə davam, yeməyə davam. Siz səhər yeməyini necə eləməyi xoşlayırsınız? Mənim kimi hər şeyi qarışdırıb yeyirsinizmi? Yoxsa sadə tək bir şeylə doya bilirsinizmi? Gəzməyə xoşlayıram. Gəzməyi, danışmağı. Danışmağa onsuz da xoşlayacaq. İkisidir. Bizdə 29-uydu. 20-si. 9 məndə güzəldir. 29. Hamısı ikilər yazılır. Məndə 18-idir. 18 iyundan. Dili tez açılır amma 20-dir, 2-dir, 29-dur. 2 ilə biraz gec danışılır. Yəni rahat ola bilərsin. Məskəm tez danışım. Mən Julie indidən deyiləm. İndə deyillərə. Deyinirlər, ayaqları da deyinir. Bir var 10'da, o tez danışır məsələn. Bilirəm ki, ikilər biraz gec. Mən də gec danışmışam, 11-əm. 2-də. Neçə Tələsməyin adı yaşında? yoxdur. Mən tez gəlmişəm, bu da tez. 2 yaş yarımdır, amma Biraz keçəndən sonra indi da. danışır. Amma 2 yaş yarım deyirdi mənə danışdı. Elə biraz Sən müəllim da? Müəllim. O günlərinə gec danışmağı normal imiş görsən. Bəs numerologiyaya inanırsınız? Mən indiyə qədər inanmırdım açıqca. Ta ki Anjelika xanımla tanış olana qədər. Yəni rəqəmlər insanın həyatını bu qədər izah eləyə bilərmi? Məncə eləyir. Artıq inanıram. Əgər yoxlamamısınızsa numerologiyada öz xəritənizi çıxartmaq falan yoxlayın deyərdim. Mızmızı olur, mızmıza. Mız deyil. Bir mən eləyirəm. Getməyən Onlar yaxşı belə. təkliyi sevmirlər ona görə. İkilər. Da, onların yanında gərək kimsə olsun. Elə səhər olur. Amma mən xoşlayıram. Təkliyi. Müəyyən qədər. Həmişə yox. Həmişə yox. Hə. Onlar müəyyən dövr çatanda, misal üçün missiyalardan biri, yəni öz sərhədlərini qorumağa öyrənməlidirlər. Yəni siz o həddi keçdinizdə, amma o yerə qədər Əvvəl onlar tək tək qala qalmağa bilmirlər. qorxurdum məsəl üçün. Amma indi naborot xoşlayıram tək qalım. Nə bilim. Özümlə baş-başa vaxt keçirin. Ay da paşa eləyirəm, ayrı eləyirəm.
Valla yok lan. Biraz kaldı. Biraz kaldı. Ne oldu düşün? Başa düşmeyeceksin. Hardan geldi, hardan gitti. En bir az bunu istəmirəm axı özümdə. Çox. Uzun başı nə yiyərəm? Ailə də belə. Bacılar, qardaşlar, ana-ata bir yerdə oturub yeyib içərik. Günə kimi hələ var. Bir ay var. Uşağın, Fevralda deyil. uşağın 1 yaşına. Onsuz da başa düşmür, yəni yadında qalmayacaq. Ona görə nə bilim. Mən 1 yaşında qohumları bir yerə olmuşdum. İndi də ailə arasında, nə bacılar, qardaşlar, ana, ata belə. Hadi. Bu xatirə olaraq qalsın, ən azından böyüyən təxmin baxar şeylər. Mürtəmdə özümüz video çəkərik də qala xatirə. Sonra sən Sizdən bir var ki, sizə eləyirlər, mən eləməyiblər. Bir də var ki, o tək. Eləyirlər də sənə. O tək. Çok rahatsız olalım. Uşağa 1 yaş keçirtmək barədə düşüncələriniz nədir? Mən elə gəlir ki, 1 yaşında uşağın heç nə yadında qalmır deyə hansısa bir əyləncəni keçirtmək o uşaq üçün mənasız. Sadəcə gələn qonaqlar və özümüz əylənəcəyik. Ona görə də salamatı kiçik bir yığıncaq. Bu sadəcə mənim düşüncələrim deyil. Ona görə də oğluma o cür böyük əyləncəli bir ad günü keçirtmək yerinə sadəcə yaxınlarımı ətrafıma yığıb kiçik bir yemək içmək deyim də belə qonaqlıq vermək kifayət eləyəcək deyə düşünürəm. Həm də bilmirəm siz nə qədər inanırsınız, amma mən göz nəzər mövzusuna çox inanıram. Məsələn, uşağın sünnətini eləyəndən sonra göy öskürək oldu. Aylarla biz onu müalicə elədik. Bilmirəm bu nə qədər təsadüfdür, nə qədər həqiqətən göz nəzərdir. Axır ki mən buna inanıram ki, göz dəymişdi. Küləkdən saç baş dağıldı, papaq uçdu, papağımı güclə taxmışam, indi bilmirəm necə qalır, yamuk, nəysə ki. Gözəl bir gün keçirdəndən sonra gedirik evə, gidirik yenə mən təkəm, sizlə bir yerdə gedirik. Gedək evə oğluşumun yanına, yolun qırağındayım, yolun səsi narahat edə bilər sizi. Üzürlü sayın qızlar, mən də qabağıma baxıram ki, yıxamayım. Gedək görək. Yolu necə keçəcəm? Avtobusa minməliyəm. Yolu keçməyə keçid axtarıram. Bilmirəm necə keçəcəm. İnşallah ki keçməyə keçid tapam. Küləyə də qarşı gedirəm. Dəhşət. Çox da soyuq deyil, amma sərindir deyə uzun müddət küləyə məruz qalanda soyuq olur şişotək. Dəhşət uçur papağım. Bilmirəm necə saxlayım. Sumkam da qırıldı. Nəfəsini taxmışam, bir Allah bilir. Bir damcı çay içən kimi dişlərim dəhşət saralır. Dəhşət. Bilmirəm nə çarə tapım buna. Halbuki mən yəni gecə yatmadan dişlərimi yuyuram, səhər duranda dişlərimi yuyuram. Səhər durmadan deyəcək. Səhər duranda dişlərimi yuyuram. Yəni dişlərimə qarşı çox həssasam. Əvvəl ki mən bu qılıqlarım yuxarıda olub. Yəni estetik cəhətdən həmişə dişlərimlə bağlı problemim olub. Ona görə biraz həssasam bu mövzuda. Mümkün qədər dişlərimi həmişə yuyub, təmiz saxlamağa çalışıram, qəşəng görsən. Ümumiyyətlə dişlərim qəşəng görsənməyi mənim üçün çox önəmlidir. Bilmirəm niyə, yəni təmiz görsənməyi. Elə bilirəm ki, insanın təmizliyi dişlərindən görsənir. Əllərdir, dişlərdir. Düzdür, paşadan bəri əllərimi çox da düzəməlli saxlaya bilmirəm. Amma dişlər hər zaman. Uzun müddət 2 il, bəlkə 2 ildən çox nə deyirəm, breket taxmışam, diş teli. O qədər sevirdim mən breketimi. Yəni yenə də istəyirəm breket. Papağım uçdu. Breket deyən kimi papağım da intihar eləmək istədi. O qədər sevirəm breket taxmağı. Yəni bu yeganə insan ola bilərəm bəlkə də breket xoşlayan. Yenə istəyirəm taxmaq. Düzəlib dişlərim, düzdür. Əməlli baş düzəl. Köhnə şəkli tapsam dişlərimin qoyacam buralara bir yerə. Hə, əməlli başlı yəni düzəlmə var. Sağ olsun həkimim.
2 ilə mıncıq kimi düzdü dişlərimi. Mən biraz ehmal elədim. Türkiyəyə getdik, elədik. Elə bil ki, kalpak deyirlər, nə deyirlər, o şey. Breketdən sonra taxılan şeyi taxmadım düzəməlli. Biraz bir yana qaçdı dişlərim. Yenə də gərək breket taxtarım. Belə sıxdım sizdə dişlər mövzusunda, amma yenə də dediyim kimi yaralı yerimdir. O vaxt ama çox utanırdım. O qədər utanırdım ki, ay gülə bilmədim, niyə bilmədim. Sonra bir müddət sonra öyrəşdim və çox sevdim breketlərimi. Eləcə də burnum. Burnum mənim üçün çox böyük bir kompleks idi əvvəl. Hardasa 2 il bundan əvvələ qədər deyərəm. Yəni özümə çox kompleks eləyirdim. Aman deyir, oy bir damcı burnum var. Bu buruna necə bir damcı demək olar. Yəni kör görmə. İndi özümü qəbullanmışam deyə o demək deyil ki, burnum mən özümə balaca görsən. Amma qəbullanmaq biraz rahatlaşdırır. Həmişə çox istəmişəm ki, burnumu əməliyyat elətdirim. Amma indi elə bir gözüm qorxur biraz əməliyyatdan. Yenə də istəyirəm. Yəni o öyrəşmişəm burnuma, nə bilim qəbullanmışam, o demək deyil ki, ömrü boyu belə gəzəcəm, amma böyük ehtimal ki, pulum olanda eləyəcəm. Şofa ki, eləyəcəm. Ona görə də qızlar, nəyə görə də bilmirəm, ona görə də sözünü istifadə elədi, bilmirəm. Çalışın özünüzü qəbullanın ümumiyyətlə. Özünü qəbullanmaq, qəbul eləmək. Mən buyam, bu qədərəm. Okey. İstəmirsən, bye. Yəni bu sadəcə sevgiliyə və ya yoldaşa, yəni qarşı cinsə aid deyil. Hər kəsə aiddir. Ətrafında olan dost, yoldaş, yəni hər kəsə aiddir. İstəmirsənsə, bye. Mən buyam, qəbullanırsa qəbullan. Qarşınızdakına da qarşı ümumiyyətlə elə olmaq lazımdır. Əgər sən o insanı elə qəbullanmayacaqsansa, o insanı həyatından çıxartmalısan. Sən onun həyatından çıxmalısan və ya onu həyatından çıxartmalısan. Saçlara bax ilan. Yəni özünüzə əziyyət verməyin heç bir mənası yoxdur. Kiməsə dözmək, kiməsə özünü dözdürmək. Anlaşmırsan, okey, bye. Yəni sən hamıyla anlaşmaq məcburiyyətində deyilsən zaten. Bir insan hər kəslə anlaşırsa, problem ondadır. Yəni bir insan hər kəslə anlaşa bilməz. Mən demək olar heç kəslə anlaşmıram. Yenə də problem məndədir, bəli. Amma yox, heç kəslə anlaşmıram deməyəm. Mənim hər kəslə anlaşmıram. Mənim xasiyyətim budur. Heç kəslə anlaşa bilmirəm. Heç kim də məcbur eləmirəm mənimlə anlaşmağa. Çünki insan ətrafı 150 nəfər olmaq məcburiyyətində deyil. Bunu qəbullanmaq lazımdır. İnsanlar fərqlidir. Çox danışdım, içimi tökdüm sizlərə. Gedirəm Astanovkaya. Yol yoldaşım yoxdur, sizi özümə yol yoldaşı götürdüm. Dayanacağa gəldiyim müddətdə sizi özümə yol yoldaşı elədim. Məni qoyaqlığınız üçün çox sağ olun. Gedək evə çataq görək, Gülşən müəllim neyniyir. Mən əslində daha qısa müddətdə qalacağımı düşünürdüm yeməkdə. Biraz uzun çıxdı söhbətimiz. Çox gözəl keçdi. Ən pis günümüz belə keçsin. Əylənək hər zaman. Həyat qısadır. Zövq almağa çalışın. Hər zaman. Gəlib çatmışam evə. Sizlə yavaş danışıram. Təxmin eləyin görək, paşa neynir? O bizim möhtəşəm qapımız. Bu qapının tarixini sizə danışmalıyam mütləq. Bir ara danışarım. Paşa yatıb, ona görə yavaş hərəkət eləyirəm. Hələlik əynimi də dəyişə bilmirəm. Bütün paltarlarım otaqdadır. Ona görə də bir balaca
oliqarx takılacağım. O ikinci şey. Biraz oturup gözləyəcəm ki. Görək nə vaxt dayanır inşallah. Hələ yatsın. Eyb yoxdur. Belə bugünlük bu qədər qızlar. Hər kəsə xoş günlər arzu eləyirəm. Xoş həftələr arzu eləyirəm. Bütün günləriniz gözəl keçsin. Özünüzə motivasiyonla çalışın. Amma belə yox. Hələlik. Yox, hələlik yox. Videonu sona qədər izlədiyiniz üçün çox sağ olun. Hələlik.